Gəlin baxaq ternary operator nədir, niyə istifadə olunur və necə istifadə olunur. Ternary operator çox faydalı bir operatordur və bu bizə if-else şərtlərini qısa bir şəkildə yazmağa, daha sadə bir şəkildə yazmağa imkan verir. Amma daha da əsası biz ternary operatorla JSX faylda şərti rendering edə bilərik. Bunun nə demək olduğuna birazdan baxacağıq. Əvvəlcə ternary operatoru haqqında məlumatı olmayanlar üçün qısa bir tanışlıq verim. Deməli, yazılışımız budur. Bizim bir şərtimiz var. Əgər o şərt ödənirsə, sual işarəsi və sual işarəsindən sonraki əməliyyat nədirsə, o icra olunsun. Yox, əgər o şərt ödənmirsə, o zaman 2 nöqtə qoyulur və 2 nöqtədən sonraki əməliyyat icra olunur. Gəlin burada mənim verdiyim misala baxaq. Mən bir kofe insanı olaraq təbii ki, kofedən misal çəkmişəm. Şərtimiz yuxulu olmaqdır. Deyirik ki, əgər yuxulusansa, yuxulusanmı sual veririk. O zaman get kofe iç. Deyilsənsə 2 nöqtə, o zaman get çay iç. Yazılışı bu qədər bəsitdir. Gəlin baxaq bu kodda necə işləyir. SRC paplamın içində bir dənə index.js fayl yaradıram. Və burada gəlin bir dəyişən yaradaq. X bərabərdir 10. Deyək ki, biz belə bir şərt vermək istəyirik. Əgər x 2-yə qalıqsız bölünürsə, konsolda yazılsın ki, x cüt ədəddir. X 2-yə qalıqsız bölünmürsə, konsolda yazılsın ki, x tək ədəddir. Biz bunu if ilə yazmaq istəsək, yazacağıq x modulo 2 bərabərdirsə 0-a. O zaman konsolda yazılsın x cüt ədəddir. Yox, əgər deyilsə, o zaman konsolda yazılsın ki, x tək ədəddir. Gedək yoxlayaq. Gedirəm SRC papkamın içinə və orada yazıram node index.js. Deməli, görürsünüz, konsolda yazıldı x cüt ədəddir. Onu eləyirəm 11. Yazılır ki, x tək ədəddir. İndi gəlin biz bu kodu ternary operatorla yazaq. Deməli, şərtimiz bizim burada budur. Şərtimizi kopyalayıram, yazıram burada. Bu bizim şərtimiz, düzdürmü? X qalıqlı bölünsün 2 0-a bərabərdirmi? Sual. Bərabərdirsə, get neynə? Bu əməliyyatı icra elə. Yəni, konsola yaz ki, cüt ədəddir. Əgər deyilsə, yəni 2 nöqtə qoyuruq. Bu nə deməkdir? Əgər deyilsə, 0-a bərabər deyilsə, o zaman get bu əməliyyatı icra elə. Bu qədər bəsit. İndi bunu buradan silirəm. Gələk, məsəl üçün 11-i eləyək 12. Konsolu təmizləyirəm. Və run edək. X cüt ədəddir. 13 eləyirəm. X tək ədəddir. Möhtəşəm. Yəni, yazılışı bu qədər bəsitdir. İndi gələk görək biz ternary operatorla necə şərti rendering eləyirik. Şərti rendering nədir? Gedək baxaq. Burada bir dənə raf.c eləyirəm app.jsx faylımda. Aha, gəlin burada bizdə bir dənə h1 olsun. Desin ki, salam. Bir dənə də form olsun. Formumuzun içində deyək ki, input olsun. Bir dənə də input olsun. Bir dənə də button olsun. Submit buttonu. Adı da olsun sign in. Məsəl üçün, indi şərti rendering nədir? Məsəl üçün, biz şərt vermək istəyirik ki, əgər user sayta daxil olubsa, yəni sign in eləyibsə, o zaman bu h1 təqi render olunsun. Yox, əgər sign in eləməyibsə, o zaman bu form render olunsun. Biz bu şərti renderingi ternary operatorundan çox rahat bir şəkildə verə bilərik. Gəlin, baxaq necə. Əvvəlcə bu UI hissəsinə biraz əl gəzdirək. Placeholder burada olacaq. Name. Bunun da placeholder'ı olsun. Password. Burada da type olsun. Password. Divimizə də bir dənə class name verək. Olsun container. Gedək baxaq UI'miz necə görünür. npm run dev. Gəlirik bura. Heç bir CSS olmadığı üçün UI'miz bərbad görünür. Gəlin buna CSS verək, biraz abra salaq. Zaten az bir şeydir, tez bazar həll eləyək. Resetlərimi yazıram. Margin 0. Padding 0. And box sizing olacaq border box. Sonra gəlirəm body. Deyirəm, hey body, səndə olsun. Height 100%. Width 100%. And background verək. Background color'ın
Mavi tonlarında bir şey. Biraz tünd olsun. Böyle bir şey olsun. Tamamdır. Başka ne verək body'ye? Bir de color verək. Text color'ı da olsun. Ah fason bir şey. Sonra gəlir neyimiz var idi bizim? Container'ımız var idi. Container'a çox bir şey verməyəcəyik. Bir dənə margin verək. 10% və auto. Padding verək 80'in 0'a. 80 pixel and 0. Bir dənə də text align verəcəm. Olsun center. Sonra gəlirəm. Container'ımın içində bir dənə H1'ım var idi. Ona bir dənə font size versək məncə bəsdir. Font size 44. Bir dənə də font weight verək. Font weight olsun 500. Tamam. Gələk formumuza. Forma deyirəm sənin position olacaq relative və sənin bir də olsun paddingin 20'nin 0'a. Tamamdır. Və gələk formumuzun içindəki inputlarımıza. Inputa nə verək? Enliliyi olsun 250. Font size'ı olsun 18 piksel. Sonra başqa nə verək? Color olsun bu. And border verək. 1 piksel solid. Ve burada yazıram 252, 252, 252, opacity 0.4. Ve sonra gəlib deyirəm background color. Background color da elə bu olacaq, amma biraz opacity burada 0.2 olacaq. Əla. Gəlin bir də border radius da verək, olsun 3 piksel. Border radius da verdik. Başqa nə verə bilərik? Display block verməliyik. Display block. Və text align center verək. Center. Gedək baxaq necə görünür inputlarımız. Əla. İndi burada margin verək. Margin on auto. Və bir də padding verəcəm. 10 və 15. Gəlirəm, baxıram. Qəşəng. İndi gedək buna oxşar bir CSS'i də button üçün verək. Formumuzun içindəki button. Deməli, width qalsın, font size eyni, color yox, color'ı dəyişəcəm. Border qalsın, background color'ı eləyəcəm. Ağ fason bir şey. Border radius qalsın, display lazım deyil. Text align qalsın, margin lazım deyil. Aha, bir dənə bu color'ı dəyişəcəm body'yə. Ondan sonra qutardı məncə. Gələk bura. Həmin burada da deyək sənin text color'ın bu olsun. Gedək baxaq. Sign-in buttonumuz da hazırdır. Məncə pis görünmür. Əla. İndi biz nə istəyirik? Əgər user sign-in edibsə, sayta daxil olubsa, bu salam yazısını görsün. Yox, əgər sign-in etməyibsə, o zaman salam yazısı görünməsin, bu aşağıdakı formumuz görünsün. Gəlirik bura. Bunun üçün 3 dənə state yaradacağım əvvəlcə. Yazıram const name set name bərabərdir use state. İlkin dəyərimiz boş string. Eynisini password üçün edirəm. Const password set password bərabərdir use state. Bu da boş string. Və bir dənə də is logged in state yaradıram. Is logged in. Və set is logged in. Bərabərdir use state. Bunun ilkin dəyəri olacaq false. Gəlirəm burada format document və bu name inputuma deyirəm. Balaca eləyək. Name inputuma deyirəm ki, sənin value, sənin dəyərin olsun. Bax, bu incə yaratdığımız name state'i. Və sənin on change-ində, yəni sənə nəsə yazılanda, i-ni götür və get set name elə. Yəni adımızı dəyiş, həmin burada nə yazılıbsa ona. i.target.value. Eynisini password üçün eləyirəm. Password-ı deyirəm ki, sənin value olsun. Password, incə yaratdığımız password state'i və sənin də on change-ində sən də i-ni götür və get neyinə? Set password, nəyə set elə? Password'ümüzü nə yazılıbsa ona. i.target.value. Əla. Bura qədər əla. İndi biz, məsəl üçün, nə eləmək istəyirik? Biz bu butona basanda, bu butona klik eləyəndə, sign in eləyəndə, bu status dəyişsin. Is logged in false-dur, olsun true.
və is logged in true olanda artıq bizdə H1 təqi görünsün. Düzdür? İndi gəlin görək bunu necə edirik. Birinci bir handle sign in funksiyası yazacağım. Gəlirəm bura və deyirəm const handle sign in bərabərdir i.prevent default. İnşallah düz yazdım. Və bu funksiya işə düşəndə nə olsun? Bu is logged in hal-hazırda false-dur. Bu funksiya işə düşəndə true olsun. Set is logged in olsun true. Bu funksiya harada işə düşməlidir? Formun on submitində. Handle sign in. Gedək baxaq, bura qədər kodumuz işləyirmi? Gəlin konsola verək. Is logged in. Is logged in hal-hazırda false-dur. Gedirik konsola baxırıq. Inspect, console. Gördüyünüz kimi is logged in hal-hazırda konsolda false-dur. Mən sign-inə basıram, oldu true. Bura qədər kodumuz işləyir. Əla. Gəlirik bura. İndi biz burada şərt veririk ki, əgər is logged in true-dursa H1 render olunsun, deyilsə form render olunsun. Gəlirəm bura bir curly bracket yaradıram və deyirəm. Is logged in olubmu? Sual işarəsi. Olubsa H1-ı render elə. Yəni H1-ı göstər. Yox, əgər olmayıbsa 2 nöqtə, o zaman da neynə? Get formu render elə. Burada format document eləyəcəm. Əla. Bir daha baxırıq. Şərtimiz budur. Logged in olubmu, olmayıbsa. Əgər olubsa, sual işarəsindən sonra deyirik ki, H1-ı render elə. Yox, əgər olmayıbsa 2 nöqtə, o zaman da formu render elə. Bu qədər bəsit. Gedirik, baxırıq. Hal-hazırda is logged in-in statusu false olduğuna görə biz burada formu görürük. Sign-inə basıram, o zaman salam yazısı çıxır. Əla. Gəlin indi ternary operatorla bir dənə də şərt verək. Handle sign-in içində şərt verək ki, əgər name və password boş deyilsə, yəni bu xanalar boş deyilsə, ora nəsə yazılıbsa, bunun statusu true olsun. Yox, əgər xanalar boşdursa, o zaman bir yazı çıxsın ki, bəs xanalar boş ola bilməz. Bunu da yenə ternary operatorundan verə bilərik. Gəlirik bura. Mən burada deyirəm ki, name.trim, yəni ki, boşluqlar da olmasın. Əgər name inputumuz bərabər deyilsə boş stringə və eyni şəkildə də password inputumuz .trim bərabər deyilsə boş stringə, o zaman bərabər deyilsə, baxın şərtimiz budur. Name xanamız və password xanamız boş deyilsə, şərtimiz budur. Boş deyilsə neynə? O zaman get bunu icra elə. Yəni logged in-in statusunu true elə. Yox, əgər boşdursa, o zaman yazı çıxartsın. Alert eləsin ki, xanalar boş ola bilməz. Bu qədər bəsit. Bir daha baxırıq burada neynədik ternary operatorundan. Bir dənə belə bir şərt verdik. Bu bizim şərtimizdir. Əgər həm name xanası, həm də password xanası boş deyilsə, o zaman bu şərt ödənsin. Yox, əgər boşdursa, o zaman bu şərt ödənsin. Gedirik, baxırıq. Gəlirəm burada, sign in edirəm. Gördünüz, xanalar boş ola bilməz. Adımı yazıram, xayala. Xanalar yenə boş ola bilməz, passwordda heç nə yoxdur. Bura bir şeylər yazıram. Artıq sign in oldu. Möhtəşəm. Hətta bura adımızı da yazaq. Adımızdan salamlasın. Gəlirik bura, xayala, passwordda da bir şeylər yazaq. Salam xayala, möhtəşəm. Bu da oldu bizim conditional renderingimiz. Çox möhtəşəm. Biz ternary operatorla sadə şərtləri verməyə üstünlük veririk. Yəni ki, əgər bizim mürəkkəb, iç-içə şərtlərimiz varsa, ternary operator məsləhət deyil. Çünki bu oxunaqlığı çətinləşdirir, debug eləməyi də çətinləşdirir. İstəsək verə bilərikmi? Yes. Biz istəsək ternary operatorla iç-içə şərtlər də, nested şərtlər də verə bilərik. Gəlin baxaq. Məsəl üçün, burada bir dənə score yaradaq. Let's score bərabərdir 90. Və gəlin belə şərt verək. Əgər score 90-dan böyük bərabərdirsə, konsolda yazılsın əla. Skorumuz 75-dən böyük bərabərdirsə, 70-dən böyük bərabərdirsə, konsolda yazsın yaxşı, kafi, pis və s. və s. Gəlin görək bunu nested-lə necə yazırıq, ternary ilə necə yazırıq. Burada yazıram
Score böyükdür, bərabərdirsə, böyükdür, bərabərdirmi 90-dan? Elədirsə neynə? Konsola yaz, əla. Əgər deyilsə, o zaman get bax. Skorumuz böyükdür və ya bərabərdirmi 70-dən? 70-dən olsun. Bərabərdirmi? Bir dənə də sual veririz. Bərabərdirsə, o zaman get konsola yaz. Yaxşı. Yox, əgər deyilsə, bir dənə də şərt yoxlayaq. Getsin, baxsın. Böyükdür, bərabərdirsə, məsəl üçün 50-dən. Bərabərdirmi? Böyükdür, bərabərdirmi 50-dən? O zaman konsola yazsın kafi. Yox, əgər o da deyilsə, ən sonunda konsola yazılsın pis. Pis. Gəlin bunu format eləyək. Aha. Bir daha baxırıq. Bir dənə skorumuz var. Əgər 90-dan böyük bərabərdirsə, konsola əla yazılsın. Deyilsə, 70-dən böyük bərabərdirsə, konsola yaxşı yazılsın. O da deyilsə, 50-dən böyük bərabərdirsə, konsola kafi yazılsın. Nəhayət, o da deyilsə, konsola pis yazılsın. Gəlin indi bunu run eləyək. Yenə gedirəm cd src və burada node index.js. 90 olduğu üçün hal-hazırda bizə konsolda əla qaytarır. Gəlin bunu eləyək. 75. 75 eləyək, bizə qaytaracaq. Yaxşı. Gəlin bunu eləyək. 55 bizə qaytarsın kafi. Gəlin bunu eləyək. 30. Sən kəsildin. Bu da olsun pis. Bu qədər. Gördüyünüz kimi, yəni belə şərt də yaza bilərik. Amma dediyim kimi, hal-hazırda bu təbii ki, bəsit şərtlər olduğu üçün rahat oxunur. Amma düşünün ki, bizim qəliz şərtlərimiz, qəliz əməliyyatlarımız var. O zaman bu kodun oxunaqlığı çox çətinləşəcək. Onun debug olunmağı da çətinləşəcək. Ona görə yaxşı olar ki, biz ternary operatoru sadəcə sadə şərtlərdə istifadə eləyək.